Fəsil 6. Efirin təsiri keçmişdi və Qolem kətan döşəyin üstünə çılpaq uzanmışdı. Onun səyahəti həmişə olduğu kimi güclü eyfariya hissinə və kainatla vəhdət halına çatmaqla yekunlaşmışdı. Efirin qəbul edilməsi qeyri-cinsi bir orqazm idi. Mistik səadətin yüksələn dalğası gerçəkliyin əsl simasını görməyə imkan verən bir qapını açırdı. Bu cür mistik səyahətlər adətən sayıqlama və xülya hesab edilərək aşağılanırdı. Lakin həqiqəti görənlər dar düşüncəli ağıllara ehtiyac duymurdu. Qolem öz təcrübəsindən bilirdi ki, kainat əksəriyyətin dərk edə biləcəyindən qat-qat mürəkkəb və gözəldir. Müasirlər hələ də qədimlərin instinktiv şəkildə anladığı həqiqəti qəbul edə bilmirdi. İnsan bədəni bu dünyəvi aləmi yaşamaq üçün müvəqqəti qabıqdan başqa bir şey deyildi. O deşikli reizin ağızlığı çıxarıb, qaranlıq otaqda ayağa qalxdı. İşıq olmadığından uzaq divara tərəf hərəkət edib, orada yaratdığı ibadətgahın qarşısındakı yastığın üstündə diz çökdü. Zülmətdə əlini uzadaraq kibrit qutusunu tapdı. Birini çıxartdı və masa üzərindəki quru çiçəklərin arasına düzülmüş 3 şamı yandırdı. Şamların titrək işığı artdıqca qarşısındakı divarda asılmış fotoşəkil görünməyə başladı. Qolem onun üzünə sevgi ilə baxaraq gülümsədi. Sən məni tanımırsan, amma səni şər qüvvələrdən xilas etmək üçün buradayam. Onu təhdid edən şər qüvvələr güclü idi və geniş təsir dairələri vardı. İndi o, həmişəkindən daha zəif və həssas idi. Xüsusilə də diqqəti dağınıq olduğu üçün. O sevgini tapdığını düşünür. Elə zənn edir. Qolem onun bədənini layiqsiz birinə verdiyini düşünüb ikrah duydu. O səni mənim kimi anlaya bilmir. Heç kim anlaya bilməz. Bəzən Praqada təzə sevgilisi ilə yataqda bir-birinə sarılıb uzananda, Qolem özünə onları izləməyə icazə verirdi. Onun zehnindəki gözə görünməz qonaq kimi səssizcə baxır, ümidsizcə qulağına qışqırmaq istəyirdi. O göründüyü kimi deyil. Amma Qolem susmağa davam edirdi. O heç vaxt bilməyəcək ki, mən buradayam.